Mən Mahir Qarayev, Azərbaycan İnsan Resursları Assosiasiyasının həm təsisçisi, həm də idarə heyətinin üzvüyəm. Bizdə çox vaxt problem nədən ibarətdir? İnsanlar karyerasını ali təhsil aldıqdan sonra fikirləşirlər ki, hə, indi artıq özümə iş yeri tapmalıyam, hansı iş işləyəcəm, onu qərar verirlər. Artıq bu zamanda çox gec olur. Karyeranı daha uğurlu qurmaq üçün, karyeraya daha uğurlu başlamaq üçün hətta insanlar peşə, sənət seçməmişdən qabaq buna qərar verməlidirlər. Təbii ki, biz niyə işləyirik? İşləyirik ki, özümüzün maddi, mənəvi tələbatlarımızı ödəyək, zövqlərimizi ödəyək. Buna görə insanlar hətta universitetlərə, ali məktəblərə girməmişdən qabaq bir bazar araşdırması apara bilərlər. Özləri fərdi şəkildə və yaxud da bu sahədə konsultasiya verən şəxslərlə məsləhətləşə bilərlər, gələcək trendləri öyrənə bilərlər. İşə götürənin diqqətini çəkmək üçün biz özümüz üçün CV hazırlayırıq. Bildiyimiz qədər statistik olaraq bir CV-yə bir işə götürmə üzrə mütəxəssisin baxdığı müddət 20 saniyəyə qədər çəkir. Və buna görə də biz CV-mizi bir marketinq aləti kimi baxmalıyıq. Bəzən CV-ni hazırlayan şəxslər özlərinin xoşuna gələn tipdəmi deyim, tərzdəmi deyə hazırlayırlar. Fikirləşmirlər ki, bu onların bir növ əmtəsidir. Yəni ki, bu məhsulu onlar istehsal etsələr də, yəni ki, CV işə götürən üçündür. Və işə götürən də işə götürənin diqqətini çəkmək lazımdır. Bunun üçün də ilk növbədə işə götürən kimi axtarır? Axtardığı şəxsin, işçinin bir profilini artıq o elanda mı deyim, öz portalında mı deyim, yerləşdirib. Həmin portala, həmin profilə uyğun bir CV hazırlanmalıdır. Yəni CV-lər hər işə götürən üçün individual olmalıdır. Çox təəssüflər olsun ki, bizim CV-lərimizdə bəzən görürük, nə ilə qarşılaşırıq ki, bir CV hazırlanır, 50-60 işə götürəni eyni zamanda göndərilir. Yəni artıq bu qeyri-ciddi bir yanaşmanın olduğunu göstərir. Hətta bəzən belə hallara rast gəlilir ki, bir mobil operatorun CV blankı, CV deməyəm, müraciət blankı download edilir, öz məlumatları yazılır və digər mobil operatora iş üçün göndərilir. Hətta oradan loqosu belə götürülmür. Yəni artıq həmin adamın müsahibəyə dəvət olunmaq şansı sıfıra yaxındır. Yəni bu mümkün deyil. Təbii ki, işə götürənlər götürdükləri şəxsin ixtisas bilikləri ilə yanaşı onların kompüter bacarıqlarını, dil biliklərini də yoxlayırlar. Bunlar həm də bundan başqa müxtəlif şəraitdə işləmək üçün, necə deyirlər, soft skilllərini deyək, davranış skilllərində çox diqqət yetirilir. O iş mühitindən asılıdır. Aslı olaraq dəyişir təbii ki. Məsəl üçün, əgər insanlarla işləyəcəksə, ünsiyyət qurmaq bacarığı, problemləri həll etmək bacarığı, yəni ki, liderlik bacarığı kimi keyfiyyətlər də çox vacibdir. Birinci, özlərindən başqa heç kəsə inanmasınlar. Yəni, birinci özlərinə inansınlar, digərlərinin vədlərinə inanmasınlar. Düzdür, mən burada peşəkar şəbəkələşməni nəzərdə tutmuram. Peşəkar şəbəkələşmə baxımından, aktiv şəkildə insanları məlumatlandıra bilərlər, dostlarını, tanışlarını ki, mən bu sahədə öz karyeramı qura bilərəm. Ancaq qaldı ki, özlərinə inanaraq və daha əzmkar olsunlar. Onlar hesab etməsinlər ki, bir dəfə, 2 dəfə müraciət etməklə, 10 yerə CV göndərməklə hər şey bitdi.